Boltdur, Yangodur, Uberdir. Bunlar konkret olaraq onlayn şəkildə inteqrasiya olunacaqda Aynanın yeni platformasına. Hansı ki, mən müştərini götürüb gediş eləyəndə maşınım və sürücü profilim hardan haraya getdiyim canlı xəritədə Aynanın platformasında göstərəcək və eyniləşdirilmə olacaqdır. Hansı ki, indiyə qədər eləyənlər var. Yəni taksi şoferləri bunu yaxşı bilir. Adam bu maşının buraxılış kartını götürür, foto şəklini kiməsə də, nə bilim, günü 3 manata, 5 manata rent verir. O adam da götürür Yangoda qeydiyyatdan keçirir. Sertifikatı var, maşının buraxılış kartı yoxdur. Bu maşından qeydiyyatdan keçir, o maşından işləyir. Başa düşdünüz? Artıq belə eyniləşdirmələr ortadan qalxacaqdır. Konkret olaraq bir maşın eyni profil və eyni qeydiyyatdan keçmiş adam adı üzərinə iki platformada onlayn ola bilər. Amma yalnız bir gediş eləyə bilər. Yəni eyni vaxtda iki platformada onlayn ola bilərsən sifariş gözləmək üçün. Amma birində sifarişi götürəndə artıq ikincidə offline olmalısan. İkincidə gediş götürə bilməzsən. Amma insanlar neyini? Rentakar verəndə maşınını, profilini, arendaya verəndə kiməsə 3 manata, 5 manata verəndə Ayna artıq buna baxır ki, atıram, mənim maşınım 517 hal-hazırda Koroğlu istiqamətindədir. Nərmanovda müştəri götürüb gedəcək Sibrizə. Amma Yangoda bu adam Sədərəkdən misal üçün 20-ya müştəri aparır. Yəni sən necə ola bilər ki, bu paradoks yaradır da, eyni insan, eyni vaxtda, iki fərqli ünvanda, iki fərqli yerə tərəf hərəkət eləsin və hər ikisinin buraxılış kartı və sertifikatı ortadan qaldırılacaqdır. Zəhmət olmasa buna hər kəs ciddi əməl eləsin, sertifikatınızı, buraxılış kartınızı yandırmaq istəmirsinizsə. Başa düşürəm, bəzi insanlar var, dostcasına kiməsə kömək eləmək xatirinə verir, bəziləri əlavə qazanc əldə eləmək xatirinə verir, amma bugündən bunu yığışdırsınlar. Və ikinci əsas məsələ, konkret olaraq Bolt orada qeyd eləyibdir ki, hər kəsin fərqlənmə nişanı aktiv olsun və daim ödənişdə olsun. Uşaqlar, fərqlənmə nişanını mən göstərim sizə. Darağımızı qoyaq kənara. Baxın, bu formadadır fərqlənmə nişanı. Və görürsünüz, hər ay yenilənir və bunu kağız olaraq üzərinizə saxlayın. Zaten polis bunu cərimə yazır. Geridə qalan ödənişlərinizdə, bunu belə göstərim. Və görürsünüz, altda var. O birisi ödənişimin, keçən ayki ödənişimin. Yəni bunları saxlayın. Daim aktiv saxlayın. Daxili tərtibatı da qoruyun. Video registratordur, no smokingdir, posterim nalınızdır, bu bəcikdir. Mən bunu bura qoyuram ki, buradan kameranın qabağını kəsməsin də. Yəni bunları da qoruyun. Bunların üzərinə ciddi düşürlər. Əlimizdən çörəyimizin, özümüzün sayəmizdə itirilməsinə imkan yaratmayaq. Hələlik.